OTK-ya düşmüş və 2026-cı ildə buraxılış imtahanına düşə biləcək bir sualın izahına baxaq. Baxın, deyir ki, A və B ədədləri üçün ki, bunlar natural ədədlərdir. Əbob AB bərabərdir 6-dır. A kvadrat çıxsın B kvadratı 396 olarsa, A ədədini tapın. Baxın, əbob AB əgər 6-dırsa, mən A-ya 6K, B-yə də 6T deyə bilərəm. Ki, bunlardan ortaq çıxardanda 6 çıxır çölə, okey, 6 çıxır çölə və K və T qarşılıqlı sadə ədədlər olduğu üçün onların əbobu 1-dir və biz bunun 6 olduğunu görürük. Nəysə, indi gətirək bunu burada yerinə qoya bilərik təbii ki. 6K-nın kvadratı çıxılsın 6T-nin kvadratı. Müxtəsər Rəsm düsturundan bilirik ki, biz bir dəfə fərqi, bir dəfə cəmi 6K çıxılsın 6T vurulsun 6K üstünə gəlsin 6T bərabərdir nəyə? 396-ya. Hə? İndi buradan 6-nı çölə çıxarda bilərəm təbii ki. Sonra buradan da 6-nı çölə çıxarda bilərəm və vuruq olaraq yaza bilərəm. Çünki vuruqların yeri dəyişəndə hasil dəyişmir. K çıxılsın T, K üstünə gəlsin T bərabərdir nəyə? 396-ya. Aydındır ki, bu 36 eləyir. 36-nı da 396-ya böləndə 11 eləyir. K çıx T, K plus T bərabərdir 11-ə. 11 nəyin hasılı? 11-i nə kimi göstərə bilər? Qarşılıqlı, yəni sadə ədəd olduğu üçün 11 vurulsun 1 kimi göstərə bilər. Yalnız 2 ədədin hasili kimi göstərə bilərik. Aydındır ki, plus olan ki, bunlar K və T natural ədədlər olduğu üçün 11 olacaq. Yəni dediyim üçün K plus T bərabərdir 11. K minus T bərabərdir 1 olacaq. Buradan uyğunlaşdırdığımız kimi T'ləri toplayanda 2K bərabər olacaq 12. Toplayırıq qarşılıqlı. K olacaq 6. K 6-dırsa gətirib yerinə qoyanda 6 üstünə gəlsin T bərabərdir 11. T də bərabərdir 5. T də bərabərdir 5. İndi A ədədini tapın deyir. A ədədi nədir? 6K-dır. 6 vurulsun K nədir? 6-dır. 6-nı 6-ya vuran nə eləyir? 36.